Bugün biz sizlə etik davranış qaydalarına baxacağıq. Çox vacib qanunlardan biridir. Yəni hər bir dövlət qulluqçusunun bilməli olduğu bir qanundur. Bu qanun uşaqlar daha çox Azərbaycan Respublikasının bunu qəbul etməyində, yəni belə deyim ki, motiv olmağına səbəb Avropa Şurası vəzifəli şəxsləri ilə bağlı o vaxtı 2000 neçənci ildə etik davranış qaydalarına bağlı qaydalar qəbul edib və Azərbaycan da ona əsasən bu qanunu qəbul edibdir. Deməli, ümumiyyətlə biz sizlə danışarkən biz demişdik ki, hər bir qanunun qəbul olunma məqsədi var. Təbii ki, bu qanunun məqsədi nədir? Etik davranış qaydalarının prinsiplərini, bir də onlara əməl edilməsi bağlı hüquq mexanizmləri müəyyən edir. Onlara əməl edilməsi bağlı hüquq mexanizmləri deyəndə, yəni hər bir dövlət qulluqçusunun hüquq mexanizmi, misal üçün onun işdən azad olunması, onun intizam cəzası ola bilər, inzibati məsuliyyət, cinayət məsuliyyəti və s. Yəni bir növ hüquq mexanizmləri, yəni bu şəkildədir ki, yəni bir dövlət qurulsa əgər etik davranış qaydalarını pozarsa, onun üçün nələr tətbiq oluna bilər, ondan bəhs edir hüquq mexanizmləri və deyir ki, ümumiyyətlə dövlət qulluqçusu statusuna malik olan bütün şəxslər şamil edilir. Yəni dövlət qulluqçusu statusu olan yardımçıdır, misal üçün deyək ki, inzibatidir, fərqi yoxdur. Əgər onların dövlət qulluqçusu statusu varsa, bunların hər biri ümumiyyətlə etik davranış qaydaları haqqında qanun onlara şamil ediləcək. Hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydaları rəhbər tutaraq bu qanun müddəalarını əməl etməyə borcludur. Yəni dövlət qulluqçusu bilir ki, qanunlar alidir, onlara əməl etməlidir. Yəni qanunu pozmağın məsuliyyətini dərk eləyir. İnsan hüquqlarını, yəni bir növ rəhbər tutur ki, hər bir dövlət qulluqçusu insan hüquqlarına hörmətlə yanaşmalıdır. İnsan hüquqları, əgər ona müraciət edirlərsə, onlar vətəndaşların, insanların hüquqlarını yerinə yetirməlidirlər, həyata keçirməlidirlər. Demokratik prinsiplər, çünki biz demokratik dövlətdə yaşayırıq, demokratik cəmiyyətin, demokratik dövlətin prinsiplərini rəhbər tuturlar. Həmçinin də yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu qanun müddəalarına əməl edirlər. Sonra qanun qarşısında müəyyən məqsədlər qoyur. Deyir ki, qanunun məqsədləri aşağıdakılardır. Dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçuna etimadının yüksəldilməsi. Yəni dövlət orqanlarında işləyən dövlət qulluqçuları elə bir, yəni nə qədər ki etik olacaqlarsa, nə qədər ki etik davranış qaydalarına riayət edəcəklərsə, bir o qədər də dövlət orqanları və dövlət qulluğunun nüfuzu artmağa başlayacaq. Vətəndaşların da etimadı yüksələcək. Çünki etik davranış qaydaları korrupsiyadır, sui-istifadə hallarıdır. Bu kimi halları əngəlləyən bir qanundur. Və bunlar da aradan qalxan kimi vətəndaşların başlayır artıq etimadı yüksəlməyə. Vətəndaşlar yəni indi insanlar da verə bilər, amma şəxslər də verə bilər, amma söhbət burada vətəndaşlardan gedir. Sonra dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərlilik və şəffaflığın təmin edilməsi. Təbii ki, bu artıq bəlli məsələdir. Dövlət orqanlarında korrupsiyanın qulluqçuların fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması. İndi biz birazdan maraqlar toqquşmasının qarşısının alınmasına bağlı danışacağıq. Təbii ki, dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirilməsi. Yəni qanun elə bir şərait yaradır ki, vətəndaşlar qiymətləndirir artıq dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətini. Bax, bugün sizin hər biriniz hal-hazırda siz dövlət qulluqçusu deyilsiniz. Amma qanun nə deyirsə, deyir ki, gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması. Siz indi vətəndaş olaraq bu qanunu oxuyursunuz və bu qanunu oxuduğunuz müddətcə artıq bilirsiniz ki, hər hansı bir dövlət orqanına yaxınlaşdığınız zaman dövlət qulluqçusu sizə necə davranmalıdır? Sizi məlumatlandırır. Və təbii ki, qanunun qüvvədə olması nə edir? Yəni hər bir dövlət qulluqçusu bilir ki, bu qanun var və bu qanun qüvvədədir. Nə etməlidir? Həmin etik davranış qaydalarına əməl olunmasını təmin etməlidir. Dövlət qulluğu xidməti davranış. Yoldaş, ümumiyyətlə siz belə deyim ki, dövlət qulluğuna qəbul olunduqdan sonra sizin hüquq və vəzifələriniz olur. Yəni o hüquq və vəzifələrin yerinə yetirilməsi sizin xidməti davranışınızı əmələ gətirir. Təbii ki, xidməti davranışsa etik davranış qədəmi prinsiplərinə əsaslanmalıdır. Yəni bir növ etik olmalısınız, insanların hüquqlarını pozmamalısınız, korrupsiyaya yol verməməlisiniz, nə bilim, qeyri-etik hərəkətlərdən çəkinməlisiniz. Buna əsaslanmalıdır. Xidməti iki fərqli məqam var burada. Deyir, nəyə əsaslanmalıdır? Əsaslanmalıdır deyəndə bu qanunun prinsiplərinə və qaydalarına, amma nəyə uyğun olaraq tənzimlənir deyəndə bu qanuna və digər normativ hüquqi haqlara uyğun olaraq tənzimlənir. Təbii ki, bu da normativ hüquqi haqların nə verə bilər? Normativ xarakterli akt verə bilər, qeyri-normativ hüquqi akt verə bilər. Bunların heç birini siz testə götürə bilməzsiniz. Çünki normativ hüquqi haqlara uyğun olaraq tənzimlənə bilər. Onların xidməti, fəaliyyəti.
Burada belə bir cümlə var. Etik davranış qaydalarını dəqiqləşdirən normalar, onlara riayət olunmasına bağlı təminatlar dövlət orqanlarının digər normativ hüquqları ilə müəyyənləşdirilə bilər. Məsəl üçün yoldaşlar, bu etik davranış qaydaları haqqında qanun, yəni biz sizdən dövlət qulluğu haqqında qanunu danışarkən biz demişdik ki, ümumi dövlət qulluğu var, xüsusi dövlət qulluğu var. Hansı ki, xüsusi dövlət qulluğu demişdik ki, rütbə nəzərdə tutulan vəzifələri idi. İndi yəni hər biri üçün ayrıca bir etik davranış qaydaları haqqında qanun yoxdur. Yəni bu hər bir dövlət orqanı üçün keçərli olan bir qanundur. Sabahsı günü məsəl üçün prokurorluq deyək, gömrük deyək, vergi deyək, öz işçiləri üçün etik davranış kodeksləri, etik davranış qaydalarını dəqiqləşdirən müəyyən normalar, müəyyən məsələlər gətirirlərsə, elə həmin məsələlər onların digər normativ qanunlarla müəyyənləşdirilə bilər. Amma həmin qəbul etdikləri normalarda bu qanunun müddəalarına zidd olmamalıdır. Yəni bütün dövlət orqanları üçün keçərli olan bir qanundur. İndi misal üçün etik davranış qaydalarında elə məsələlər var ki, elə praktiki məsələlər var ki, qanun onu tənzimləmir. Yəni misal üçün dövlət orqanları onu tənzimləmək üçün müəyyən sənədlər qəbul edirlər ki, hər bir dövlət orqanı işçisi bilsin ki, necə davranmalıdır, necə geyinməlidir, necə gəlməlidir, necə eləməlidir və s. bu kimi məsələləri həmin bu məsələ tənzimləyir. Qəbul edə bilərlər, problem deyil. Amma deyir ki, bu qanun müddəalarına zidd olunmalıdır. Yəni sən əlavə norma gətirirsənsə, əlavə kodekslər, etik davranış kodeksləri müəyyən edirsənsə, bu qanundan kənara çıxmamalısan. Qanun bunu deyir dövlət orqanlarına. Ümid edirəm ki, aydın oldu. Ümumiyyətlə 15 adlı etik davranış qaydası var yoldaşlar. Onların hər biri vicdanlı davranışdır. Bir də yoldaşlar, mən sizə demək istəyirəm ki, etik davranış qaydası elə bir qanundur ki, sən hər hansısa bir maddəni, misal üçün etik davranışı pozduğun zaman zəncirvaridir. Bir neçə etik davranış qaydasını eyni anda pozmuş olacaqsan. Deyir ki, ümumiyyətlə vicdanlı davranış nədir? Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə sən öz vəzifə borcunu səmərli yerinə yetirməyə borclusan və bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalısan. Yəni nümunəvi bir hərəkət göstərməlisən. Vəzifə borcunu sən elə yerinə yetirməlisən ki, o dövlət maraqlarına, şəxsiyyətin, cəmiyyətin maraqlarına səmərəli şəkildə xidmət eləmiş olsun. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması. Yoldaşlar, dövlət qullusu öz fəaliyyətini qanunvericilə onun müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Məsəl üçün, yoldaşlar, baxın, belə deyək ki, asan xidmət mərkəzlərinə daha çox biz müraciət edirik. Bildiyiniz qədərilə də asan xidmət mərkəzləri ümumiyyətlə dövlət orqanıdır. Yəni bir növ baxın, deyir ki, öz etik davranışı və peşəkar fəaliyyəti ilə. Oradakı görürsünüzmü, dövlət qulluqçularıdır bəziləri bizə xidmət göstərənlər. Necə operativ, necə peşəkar qulluq göstərirlər və biz asan xidmətdə yorulmuruq. İstər-istəməz artıq bizdə nə də korrupsiya yoxdur onlarda. Bizdə nə baş verir? Hüquqi və fiziki şəxslərdə inam artır və möhkəmləndirilməlidir. Amma məsəl üçün testlərdə Dövlət İmtahan Mərkəzində inam yaratmalı deyə bir istifadə olunmuş bir test tapşırığı vardı. İnam yaratmaq başqa bir anlayışdır. Yəni bu biraz kobud səslənir, amma inam artırmalı və möhkəmləndirməli daha düzgün və etik bir ifadədir. Loyallıq uşaqlar, yoldaşlar, loyallıq ümumiyyətlə belə deyə bilərik ki, dürüstlük, sadiqlik mənasını verir. Yəni sən dövlət orqanına, dövlət qulluğuna qarşı sadiq olmalısan. Deyir, dövlət qulluğunun xidməti vəzifəsinə aid olmadığı hallarda, yəni sənin xidməti vəzifəsinə aid olan bir məsələ deyil, sən dövlət orqanının rəhbərlərinin fəaliyyəti ilə əlaqədar qanunsuz fəaliyyət istisna olmaqla. Ola bilər ki, tutaq ki, rəhbəriniz rüşvətlə məşğul ola bilər, korrupsiya ilə məşğul ola bilər və bunu artıq tənqidi ictimai mülahizələr gedir yanınızda. Bununla bağlı çəkinməyinizə ehtiyac yoxdur. Çünki qanun deyir ki, sən bu qanunsuz fəaliyyət istisna olmaqla. Qalan hallarda sən özün onun misal üçün durub, misal üçün sən belə deyim ki də dövlət orqanında işləyirsən və rəhbərini başlayırsan tənqid eləməyə onun fəaliyyətini. Necə edə bilərsən? Bu sənin rəhbərindir. Dövlət orqanının rəhbəridir. Yəni sən tutaq ki, naziri, cənab naziri necə tənqid edə bilərsən ki? Qanunsuz fəaliyyət istisna olmaqla. Sən bu cür çıxışlardan, mülahizələrdən çəkinməlisən. Çünki sən birbaşa qulluq keçin dövlət orqanının funksiyasına da zidd hərəkət eləmiş olursan. Çünki sən rəhbərini necə tənqid edə bilərsən ki? Çəkinməlisən. Sadəcə olaraq qanunsuz fəaliyyət istisna olmaqla. Bir də bu təbii ki, elmi pedaqoji fəaliyyətlə bağlı çıxışlara və ya elmi yazılara deyir ki, şamil olunmur. Onlara tənqidə yol verə bilərsən. Təbii ki, elədiyin tənqiddə dövlət orqanının, yəni belə deyək ki, funksiyalarına, siyasətinə zidd olmayan bir tənqid olmalıdır. Və sonra deyir ki, bir araya sığmayan dövlət orqanının deyir ki, onun adına xələl gətirə biləcək. Sən rüşvətlə məşğul olmağın, korrupsiya ilə məşğul olmağın, qeyri-etik davranışın, insanları təhqir eləməyin, vətəndaşları təhqir eləməyin bir növ nədir? Sənin qulluq funksiyalarının icrası bir araya sığmayan bir hərəkətdir və sən adına xələl gətirə bilərsən buna görə. Dövlət orqanının nüfuzunu da aşağı sala bilməzsən. Çünki sənin korrupsiya ilə məşğul olmağın dövlət orqanının nüfuzunu aşağı salmaq deməkdir. Qəti bunlara yol verməməlisən dövlət qulluğu olaraq. Sadiq olmalısan.
Açıq çıxışlarla bağlı müəyyən olmuş qaydalara əməl etməlisən. Tutaq ki, sən media subyektlərinə çıxışlar verirsən bir dövlət qulluqçusu olaraq, sən elə bir məlumat verməlisən ki, o, yəni xidməti sirri, dövlət sirrini, qanunla mühafizə olunan sirri təşkil eləməməlidir. Burada da bəzən yaza bilər ki, imtahanda sizə qanunla, qanunvericiliklə yox, dövlət orqanı sənin üçün qaydalar müəyyən edir ki, bax çıxış eləyərkən bunlara əməl etməlisən. Xidməti məlumatları verməməlisən açıq çıxışlarında. Və deyir ki, dövlət qulluqçusu qanunvericilikdə dövlət qulluğu ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlər əməl etməlidir. Yəni bax ki, sən rəhbərin icazəsi almadan pedaqoji fəaliyyətlə məşğul olsan, ödənişli fəaliyyətlə məşğul olsan, xarici ölkənin vəsaiti hesabına xarici ölkəyə getsən, bu kimi hallarda nə baş verəcək? Sən loyallıq etik davranış qaydasını pozmuş olacaqsan. Yəni sadiqliyini pozursan. Gəldik yoldaşlar, ictimai etimad. Adından da görünür. Azərbaycan Respublikasının dövlət qulluqçusu həm də Azərbaycan Respublikasının dövlət orqanının dövlət qulluğu nüfuzunu möhkəmləndirməlidir. Öz adını və şərəfini uca tutmağa borcludur. Əgər özü etik davranış qaydasını pozursa, misal üçün mən yaxınlaşmışam hər hansı bir adlı dövlət qulluqçusuna, o məni misal üçün ya deyək ki, təhqir edib, ya mənə kobud misal üçün hərəkət edibsə, o onu aradan qaldırmalıdır. Məndən ya üzrxahlıq eləməlidir, ya deməlidir ki, bu bir daha baş verməyəcək. İctimai mənim etimadımı bərpa eləməlidir. Amma özü tərəfindən pozularsa, başqalarının pozduğunu aradan qaldırmağa borclu deyil və hər bir dövlət qulluqçusu dövlət orqanlarının və onların vəzifəli şəxsinin fəaliyyəti barədə. Ola bilər ki, ictimaiyyət məlumat istəyir. Media subyektləri də bu məlumatları dövlət orqanı alsa, ictimaiyyət də bunlar media subyektlərinin vasitəsilə məlumatlanacaq. Hər bir dövlət qulluqçusuna görə qanunla doğru, dürüst məlumatlar almasına köməklik göstərməlidir o media subyektlərinə ki, o ictimaiyyətə gedib çatacaq. Yəni yalan məlumatlar verməməlidir. Saxta məlumatlardan çəkinməlidir. Doğru, dürüst məlumatlar verməlidir. Şişirtmə məlumatlar verməməlidir və s. Bunlardır. Gəldik yoldaşlar. İnsanların hüquq, azadlıq, qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət. Misal üçün deyək ki, dövlət qullusunun fəaliyyəti nəyə yönəlir? Xidmət eləməlidir ki, sən insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına xidmət eləməlisən. Qorumalısan, müdafiə eləməlisən onların hüquq və azadlıqlarını. Onların qanuni maraqlarını pozan, tutaq ki, insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, bizim xəbərimiz olmadan bizim məlumatlarımızın başqasına ötürülməsi və s. bizim işgüzar nüfuzumuzu ləkələyə biləcək. Tutaq ki, mən hörmətli bir şəxsəm, şirkətim var, fəaliyyətlə məşğul oluram. Misal üçün dövlət qulluqçusu deyir ki, filankəs rüşvətlə, korrupsiya ilə məşğuldur. Bu birbaşa mənim işgüzar nüfuzumu ləkələyə bilər. Ya deyə bilər ki, saxta mallar istehsal eləyir və s. Bu birbaşa mənim işgüzar nüfuzumdur. Bu cür hərəkətlərə və ya qərarlara hərəkətsizlik yol verilməməlidir. Sonra nə deyir? Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaq, yəni əməliyyat axtarış tədbirləri halları vaxtı, o həmin hallar istisna olmaqla, misal üçün dövlət qulluqçusuna mənim şəxsi həyatım, şərəf və ləyaqətimlə bağlı məlumatlar var. Ya mən fiziki şəxsəm, ya digər dövlət qulluqçularının məlumatları var. Bu məlumatların konfidensiallığını təmin etməlidir. Yəni gizliliyini təmin etməlidir. Durub misal üçün ola bilər ki, mən adlı şəxslə dövlət qulluqçusuyam və adlı şəxs mənim haqqımda məlumatları bilir, başqa bir dövlət qulluqçusu ilə, başqa bir şəxslə bölüşə bilməz. Ancaq qanunvericiliyin yol verdiyi hallar istisna olmaqla. O da hansı haldır? Əməliyyat axtarış tədbirləri keçirilən hallar. Və deyir, hüquqi şəxsən işgüzar nüfuzuna hörmətlə yanaşmalısan. Ola bilər ki, bu gün siz hüquqi şəxsin fəaliyyətini yoxlamalar zamanı anlayırsınız ki, belə bir artıq şübhə yaranır ki, bu adam korrupsiya ilə məşğuldur. Yəni bu adam tutaq ki, deyək ki, saxta məhsullar istehsal edir və bunun satışıyla məşğuldur və s. Amma siz bunu ictimaiyyətə açıqlamamışdan qabaq, bunu qanuni olaraq sübuta yetirilməlidir. Yəni sənin vaxtından əvvəl verəcəyin bir məlumat o həmin hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyə bilər. Sən ona görə hörmətlə yanaşmalısan. O hər cür hərəkətləri və hərəkətsizliyə yol verməməlisən. Və sən mədəni davranış sərgiləməlisən, göründüyü kimi, bütün şəxslərə, birbaşa və yuxarı rəhbəri ilə və təbəəndə olan şəxslərə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalısan. Maddənin adı mədəni davranış ola bilər. Amma maddənin içərisində mədəni olmaq deyə bir şey yox. Zaten sən bunları yerinə yetirsən, bu sənin yetər qədər mədəni davranış sərgiləməyinin nəticəsini yaradır. Gəldik əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi. Deyir, dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin, birincisi bir rəhbər sizə tapşırıq verirsə, onun verdiyi tapşırıq qanuna uyğun olmalıdır və o səlahiyyətlər daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları dövlət qulluqçusu yerinə yetirməlidir. Çünki rəhbərdən tapşırıq gəlir.
Ancaq ki dövlət qurusu baxır ki, ona verilən əmr, sərəncam və ya tapşırıq qanuna və ya digər normativ qüvvəyə zidd olmasına əmindirsə, yazılı əsaslandırma gətirir ki, birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. Ya birbaşıya və yanın mənası bu deməkdir ki, ya da yuxarıya təqdim edəcək. Baxır ki, birbaşa rəhbərin əmr aldığı, neyini? Birbaşadan artıq uca təsdiqini tələb edir ki, mənim verdiyim yazılı əsaslandırma yazılı şəkildə təsdiq elə, həm də əmr sərəncam və ya tapşırığı mənə geri göndər. Amma yenə də baxır görür ki, adam bu yenə də normativ qüvvəyə ziddir və ya qanuna ziddir, artıq imtina edə bilər. Amma rəhbər əgər sənə qanun çərçivəsində və deyək ki, misal üçün bu səlahiyyətlər daxilində normal bir tapşırıq verib, qanuna uyğundursan, onu yerinə yetirməsən, intizama cəlb ola bilərsən. Qərəzsizlik nədir yoldaşlar? Dövlət qullusu xidməti vəzifələrini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalısan. Yəni kiminsə misal üçün deyək ki, biri talışdır, deyək ki, talışı üstünlük vermir, etnik Azərbaycanlı üstünlük verir. Biri qadındır, kişidir, yəni ingilis dilli adama üstünlük vermək və s. Ümumiyyətlə bu cür hərəkətlərə, qərarlara yol vermək olmaz. Siyasi bir tərəfli əməl eləməyə borclusan. Ola bilər ki, hər hansısa bir şəxs sənin siyasi üzv olduğun siyasi partiya üzv deyil, amma sən ona qarşı qərəzli davranış sərgiləyirsən, onun işlərini yerinə yetirməmək istəyirsən, nə bilim ona qarşı kin bəsləyirsən. Bu cür hərəkətlər olmaz, icazə yox. Deyir, dövlət qulusu özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifəsini yerinə yetirməsinə tərsinə yol verməməlidir. Tutaq ki, mən A adlı şəxsin müəllimiyəm, o adlı şəxs məni çox istəyir. Bax deyək ki, və mən gəlib xahiş edirəm ki, misal üçün mənim bu xahişimi yerinə yetir. Artıq nə olur, nə baş verir? Mən maraqlı şəxs olaraq mən onun təhsilinə yol verirəm və nə baş verir? Baş verən o hal olur ki, artıq başqaları üçün də burada şərait yaranır. Yəni tutaq ki, baxırlar, görürlər ki, tutaq ki, adlı şəxs, əgər tutaq ki, e, bu adam filan müəlliminin tapşırığını yerinə yetirdi, artıq başqaları üçün də şərait yaratmış olur. Ona görə də yoldaşlar, yəni dövlət qullusu bununla bağlı qərəzsiz olmalıdır. Yox, təhsilinə yol verməməli və bu cür təhsil üstündə dedik ki, şərait yaratmamalıdır. Deməli, yoldaşlar deyir ki, ümumiyyətlə dövlət qullusu qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər etməsi və ya qərarlar qəbul etməsi qadağandır. Mən tutaq ki, kiməsə xidmət göstərirəm və xidmətin müqabilində qanunsuz olaraq maddi nemət. Tutaq ki, nə bilim, 100 kilo kartof, 100 kilo pendir, nə bilim, 100 kilo qaymaq. Bu cür ümumiyyətlə mən şeylər, hərəkətlər və ya hərəkət eləməli deyiləm. Qadağandır və bunu istisna edən tədbirlər görməliyəm ki, heç bunu mənə təklif edən də olmasın. Heç buna şərait də yaranmasın ki, kimin ağlından keçsin ki, tutaq ki, mən elə bir tutaq ki, hərəkət edirəm ki, kimsə gətirsin mənə maddi nemət verməyə çalışsın. Yəni istisna eləməliyəm. Hətta mən bu gün dövlət qulluqçusu olaraq qanunverici ilə müəyyən olmuş qaydada əvəzsiz xidmət göstərirəm. Təbii ki, bu mənim vəzifəmdir. Əgər mən dövlət qulluqçusuyam və bunda hər hansı bir haqq tələb olunmursa, mən bir şəxsə mən əvəzsiz xidmət göstərirəmsə, mən onun hər hansı bir haqq tələb edə bilmərəm ki, mən bu boyda sənə iş görmüşəm, sən mənə nəsə eləməlisən. Və ya müvafiq ödəniş müqabilində. Tutaq ki, rüsumlar olur, deyək ki, məsəl üçün 6 manat rüsumdur. Onu ödəyirsə 6 manat ödəməlidir. Artıq haqq tələb edə bilmərəm ki, hə yox 7 manat eləməlisən. Bu olmaz. Korrupsiyanın qarşısının alınması maddəsi yoldaşlar deyir ki, dövlət qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və güzəştlər təklif olunduğu hallarda. Tutaq ki, A adlı şəxs dövlət qulluqçusudur və ona təklif olunur ki, çox sağ olun, tutaq ki, bizim bu tutaq ki, xidmətlərimizi icra elədin və biz sizə təşəkkür eləmək müqabilində bu vəzifələrinizin icrası müqabilində biz sizə tutaq ki, bu 500 manatlıq telefonu hədiyyə edirik. Əlbəttə ki, dövlət qulluqçusu nə etməlidir? A adlı şəxs birinci növbədə imtina eləməlidir ondan. Amma deyir ondan asılı olmayan səbəblərdən verilir. Tutaq ki, adam otağından çıxır, gəlir görür ki, həmin o 500 manatlıq hədiyyə tutaq ki, otağındadır. Bu nə baş verir? Özündən asılı olmayan səbəblərdən baş verir. Bu barədə birbaşa rəhbərinə məlumat verilməlidir və dövlət orqanına akt üzrə təhvil verilir. Tərəflərdən biri dövlət qulluqçusunun qulluq keçid dövlət orqanı olan nəqlərdə. Tutaq ki, dövlət qulluqçusunun dövlət qulluq keçidi orqan, tutaq X adlı orqan tender elan edir. Və dövlət qulluqçusu tenderin qalibi olur
öz işlədiyi dövlət orqanı ilə əqd bağlaya bilməz. Yəni ona məhsul sata bilməz. Yəni oradan xidmət satın ala bilməz. Belə deyək ki, bu digər tərəf ola bilməz. Çünki burada korrupsiya baş verə bilər. Hədiyyə alma ilə qədər məhdudiyyətlər. Yəni təbii ki, bu bizim qərəzsiz əgər bir hədiyyə bizim qərəzsiz icrazımıza təsir edə bilər. Yəni elə bir bahalı hədiyyə ola bilər ki, o bizim artıq qərəzə gətirib çıxara bilər. Təəssüratı yaradan və mən xidməti vəzifələrin icrası müqabilində mükafat qismində verilən və mükafat təsir edən nə özüm üçün, nə də digər şəxs üçün qəbul edə bilmərəm. Amma deyil, sadə qonaqpərvərlik hallarına şamil olunmur. Niyə? İndi biz onu korrupsiyada izah edəndə deyiləcək o, 55 manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni biz qəbul edə bilərik il ərzində. 55 manat aşmamaq şərti ilə. Ola bilər, bax, burada deyir, burada hər hansı bir qərar verə bilmir. Adam bilmir ki, misal üçün, sadə qonaqpərvərlik halında tutaq 5 manatlıq bir hədiyyədir, götürsün, götürməsin, qərara gələ bilmir. Bu barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir. Yoldaşlar, maraqlar toqquşmasının qarşısının alınması. Ümumiyyətlə, biz maraqlar toqquşmasına yol verməməliyik. Burada adətən qohumluq münasibətləri, yaxınlıq münasibətlərindən söhbət gedəcək və şəxsi maraqlarım üçün istifadə eləməməliyim öz fərsi səlahiyyətlərimdən. Tutaq ki, yoldaşlar, hər hansı bir adam təhsillə bağlı bir orqanda işləyir. Bir adamın da övladı tutaq ki, hər hansı bir məktəbdə hər hansı bir problem yaşayıb və təhsillə bağlı bir orqanda işləyən X adlı dövlət qulluqçusu həmin məktəbə zəng vuraraq deyir ki, mən filan kəs filan yerdə işləyirəm, mən filan kəs və filan kəsəm. Mənim tutaq ki, övladıma filan güzəştləri eləməlisiniz. Filan güzəştləri eləyin, filan məsələləri eləyin. Artıq nə baş verir? Şəxsi maraqlar üçün istifadə eləyir. Yəni adam bilir ki, təhsildə işlədiyi üçün ondan aşağıda olan bir qurum bundan çəkinəcək və bunun xahişini yerinə yetirəcək. Artıq öz vəzifə sahiblərindən qanunsuz istifadə olunmuş oldu şəxsi maraqlar üçün. Və ya şəxsi maraqlarına ziddiyyət yarana biləcəyi hallarda. Tutaq ki, adam X adlı dövlət orqanına qəbul olur. Tutaq ki, B adlı şöbəyə. Oranın da şöbə müdürü tutaq ki, deyək ki, bu adamın yaxın qan qohumudur. Çox yaxın. Ki, bilavasitə onun tabiçiliyi altına gedir. Əlbəttə ki, bundan sonra həmin xarakteri barədə məlumat verməlidir ki, belə bir hal baş verir. Çünki maraqlar toqquşması yaranacaq əgər deməsə. Və yaxud da ki, heç belə bir hal yoxdur. Adam tutaq ki, hər hansı bir monitorinq işə girir, dövlət işinə. Və adam deməlidir ki, mən filan misal üçün idarə müəssisə mənim tutaq ki, deyək ki, ya qaynatamdır deyə, qaynanamdır, mən oranı yoxlamağa getsəm maraqlar toqquşması yaranacaq. Çünki gəlib adam qaynatasına, qaynanasına tutaq ki, cərimə tətbiq eləməz. Qüsur hallarını aşkar eləməzlər, maraqlar toqquşması yarana bilər. Buna görə mütləq şəkildə məlumat verməlidir. Deyək ki, dövlət qullusu başqa vəzifəyə keçməklə qədər. Deyək ki, A adlı şöbədən adam B adlı şöbəyə keçmək istəyir. Amma B adlı şöbənin müdürü onun tutaq ki, atasıdır, ya yaxud da ki, deyək ki, qaynatasıdır. Bilavasitə bunun tabiçini keçirsə, maraqlar toqquşması yaranır. Bu barədə artıq burada birbaşa rəhbər deyil, dövlət orqanı rəhbərinə məlumat verməlidir. Və dövlət qulluğuna xitam verildikdən sonra dövlət qulluqçusu qanunverici ilə müəyyən edilmiş müddət ərzində, yəni 6 ay deməkdir bu praktikada, bu da yoxdur artıq, bu da yazılmayıb. 6 ay ərzində əvvəllər fəaliyyətinə nəzarət etdiyi idarə, müəssisə, təşkilatlara və ya onların bölmələrinə işə qəbul edilə bilməz. Və dövlət qulluqçusu qanunverici nəzərdə tutmuş digər tədbirlər görməlidir. Ümumiyyətlə, vəzifəyə təyin edilərkən bundan sonraki müddətdə etik davranış qaydalarını bilməlidir. Korrupsiya qarşı mübarizə haqqında qanunu bilməlidir. Maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı normativ və normativ xarakterli haqqında tanış olmalıdır. Hər hansı bir çətinlik yaranarsa, suallar yaranarsa, birbaşa və ya yuxarı rəhbərinə müraciət etməlidir. Bu da belə. Gəldi əmlakdan istifadə. Təbii ki, siz dövlət qulluğuna girdikdən sonra dövlət orqanı, dövlət sizi müəyyən əmlakla təmin edir. Yəni dövlət əmlakı, stoldur, kompüterdir, nəqliyyatdır, maliyyə vəsaitləridir, telefondur, rabitə, kompüter, digər kommunikasiya sistemləri ola bilər, nəqliyyat vasitələri və digər maddi texniki təchizat avadanlıqlarının siz qənaətlə və səmərəli istifadə etməlisiniz. Tutaq ki, sizin üçün A4 təmin edirsən, A4-ü elinə, boyuna, uzununa, yəni qeyri-səmərəli şəkildə istifadə etməli deyilsən. Bu çünki düz bir şey deyil. İsraf edirsən. Amma bu qanun sənə nə deyir? Qənaətlə və səmərəli istifadə etməlisən. Və deyir dövlət qulluqçusuna, dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter, yəni bu kommunikasiya sistemlərinin şəxsi maraqlarını alınır. Tutaq ki, sən dövlət sənin üçün nəqliyyat təyin edir ki, sən müəyyən yerlərə, monitorinqlərə gedəndə sən bu nəqliyyatdan istifadə edir. Amma sən durub misal üçün deyib ailə üzvlərinin işini görürsən. Bu başlayır şəxsi maraqları. Və yaxud da ki, xidməti və sənin icrası ilə əlaqədar olmayan digər məqsədlər. Tutaq ki, sənin üçün kompüter verilir, amma sən kompüterdə iş görmək əvəzinə iqra oynayırsan, oyun oynayırsan. Heç də bu sənin xidməti və sənin icrası bağlı olmayan məqsədlər üçündür. Sənə bunlar qadağandır. Elə bilməzsən sən dövlət əmlakından bunları. Bu cür istifadə edə bilməzsən.
Məlumatların istifadəsi. Demək, dövlət qullusu deyil, dövlət orqanı sərəncamda olan məlumatların yayılması və əldə olunması mümkünlüyünü təmin etməlidir. Nə ilə? Qanunvericiliklə. Ümumiyyətlə, bu qanunda demək olar ki, hər yerdə qanunvericiliklədir. Sadəcə ictimai etimadda qanunda sözü keçir. Bir də bir yer var, oranı deyəcəm indi birazdan. Xidmətə informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir. Yoldaşlar, yəni tabe qurumlar adətən öz yuxarı qurumlarına məlumat təqdim edərkən subordinasiya qaydalarına da riayət etməlidirlər. Ki bu tabelində bir regional idarədən sən aparata məlumat ötürürsənsə, orada xidməti informasiyanın təqdim olması qaydalarına əməl etməlisən. Ki, necə təqdim edirsən, hansı üslubda, hansı formada və s. Bir də şəxsi maraqların üçün istifadə edə bilməzsən. Sən tutaq ki, dövlət qulluğunda işləyərkən elə bir məlumat əldə edə bilərsən ki, bu məlumatdan səndə belə bir hiss yaranır ki, mən bunu yaxınlarımın lehinə, yəni onların xeyrinə istifadə edə bilərəm. Amma bu qadağandır axı. Sən əldə etdiyin məlumatları sən şəxsi maraqların üçün istifadə edə bilməzsən. Bu da belə. Deməli, yoldaşlar, deyir, qanunvericilikdə başqa qayda nəzərdə tutulmamışdırsa. Yəni, bir də qayda olaraq nəzərdə tutun ki, sizin hər hansısa bir ictimai və ya siyasi partiyaya üzvlüyünüz o demək deyil ki, tutaq ki, siz bütün hallarda üzv ola bilərsiniz. Sizə tam şəkildə sərbəstçilik təmin eləmir. Amma deyir ki, başqa qayda nəzərdə tutulmamışdırsa, ictimai və ya siyasi bir üzv olmaq hüququna maliksən. Mən bildiyim qədərilə beynəlxalq təşkilatda üzv olmağa icazəniz yoxdur. Sonra ola bilər ki, elə bir siyasi partiya ola bilər ki, ictimai birlik ola bilər ki, dövlətə qarşı zidd gedən bir ictimai birlik, siyasi partiya ola bilər. Sən dövlət qulluqçusu olaraq ki, orada üzv ola bilərsən? Əsla. Sənin bugün hər hansı bir ictimai və ya siyasi fəaliyyətin insanlarda sənin öz vəzifələrini yerinə yetirdiyinə, qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır. İnsanlarda şübhə olmamalıdır ki, filan kəs filan partiyanın üzvüdür. Filan partiyaya tutaq ki, işlərini daha yaxşı görür. Başqa partiyaların üzvlərinin işlərini görmür. Belə bir ictimai şübhə sən yaratmamalısan. Qulluq mövqeyi, yoldaşlar, sən öz dövlət qulluğu mövqeyindən istifadə edərək sən ictimai və ya siyasi birliklərin dini təşkilatın fəaliyyətinə başqalarını sən təhrik eləməli deyilsən, elə bilməzsən. Həmkar ittifaqlar istisna olmaqla ictimai və ya siyasi birliklərin strukturlarını yaratmaq, dini qurum strukturları yaratmaq, bunlara ümumiyyətlə yardım etmək də hətta qadağandır. Bu da var ki, seçkilər zaman öz vəzifə mövqeyindən. Ola bilər ki, bir nəfər şöbə müdürüdür və onun böyük səlahiyyətləri var. Başlayacaq özünün xeyrini istifadə eləməyə və ya digər namizədlərin yaxınlarının deyək, əlaqələrinin olduğu siyasi partiyaların bloklarının xeyrini istifadə etmək qadağandır. Yəni ki, bu cür vəzifə mövqeyindən də istifadə edə bilməz. Gəldik burada təminatlar sisteminə. Adam ilk növbədə birinci dövlət qulluqçusu özü il ərzində, ümumiyyətlə ə, özün özünü təhlil etməlidir ki, mən nə dərəcədə etik davranış qaydalarına əməl edirəm. Bir də birbaşa və ya yuxarı rəhbər tərəfindən müntəzəm təhlil olunur. Gəldik etik davranış qayda əməl olunması nəzarət. Dövlət orqanı rəhbəri xidməti qaydadır. Zaten bu bəlli məsələdir. Yuxarı orqan tabeçilik əsasında. Tutaq ki, Nazirlər Kabineti tabeçilik əsasındadır. Dövlət İmtahan Mərkəzi nizamnaməsinə uyğun olaraq həyata keçirilir. Yəni etik davranış qayda nəzarəti. Bir də yeni bir anlayış gəlib bura. Ümumiyyətlə etik davranış qayda tətbiqi, maarifləndirmə və mübahisələrin həlli məsələləri məhsul olan etik davranışlı müvəkkil təyin olunur. Belə. Sonra keçirik yoldaşlar, etik davranışlı müvəkkil. Müvəkkilin sahibləri nədir? Aha. 3 ildən az olmamakla özü rəhbər vəzifədir. Yəni ən azı ta ki rəhbər vəzifədə sən azı 3 il stajın olmalıdır. Amma ümumi olaraq dövlət qulluğunda 5 ildən çox işləməlisən, öz inzibati vəzifələrdə qulluq keçməlisən, yüksək də mənəvi keyfiyyətlərin olmalıdır. Etik müvəkkil nə iş görür? Etik davranış qədər əməl olması vəziyyətini öyrənir. Ki, vəziyyət nə yerdədir? Pozulmasına şərait yaradan halları təhlil edir. Adam təhlil edir ki, niyə pozulur? Başlayır onlarla aradan qaldırması ilə bağlı dövlət orqanı rəhbərinə təkliflər, tövsiyələr verməyə. Müraciətlərə baxır. Həm dövlət qulluqçularından, həm digər şəxslərdən ki, müraciətlərə baxır, həmin müraciətlərin irəli gələn məsələnin həlli üzrə də təkliflər, tövsiyələr və təqdimatlar verir. Dövlət qulluqçularının maarifləndirilməsi üçün etik davranış qədər bağlı təlim proqramları hazırlayır və həmin təlimlərin təşkilində iştirak edir. Profilaktik, yəni uşaqlar bir növ qarşılayıcı da bir pozulmanın qarşısını almaq istiqamətində tədbirlər görür. Buna da bağlı rəhbərə məlumat verir. Normativ hüquqi bazanın təkmilləşməsinə dair təkliflər verir. Bir də var yoldaşlar, dövlət orqanı rəhbəri tərəfindən edilən nəzarət. Rəhbər baxır, deyir ki, tabeliyində olan dövlət qulluqçularının
etik davranış qaydalarına uyğunluğuna nəzarət etməlidir və təhlil aparmalıdır ki, mənim tabirimdə olan qulluqçular korrupsiyaya yol veribmi, necə davranıb insanlarla və s. Onun təhlilini aparmalıdır. Rəhbər elə adam olmalıdır ki, ümumiyyətlə, dövlət orqanı rəhbəri. Hamı ona baxan etsin ki, necə bir etik insandır. Necə gözəl, məsəl üçün, rəftarı var. Tutaq ki, e, necə şəffaf adamdır, səmərəli vəzifələr yerinə yetirir. Nümunə olmalıdır. Tabeliyində olan dövlət qulluqçuları arasında tutduqları vəzifələrə uyğun olaraq. Deməli, A adlı şəxs, sən hüquq şöbəsinin məsləhətçisisən. B adlı şəxs, sən maliyyə şöbəsinin məsləhətçisisən. Tutduqları vəzifə bölgüsü aparılmalıdır. Sonra tabeliyində olan şəxsləri hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərar qəbulini sövq etməməlidir özü. Və kadrların seçilməsi və yerləşdirilməsi zamanı rəhbərlik etdiyi dövlət orqanlarına qanunvericiliyin tətbiqini əməl etməlidir. Yenə bu da qarşısının alınması praktikası üzrə ki, pozulmanın qarşısını alsın, tədbirlər görür. Tabeliyindəki dövlət qulluqçularına etik davranış qaydalarını adam izah edir. Hətta müraciət olunduğu təqdirdə də tövsiyələr verir artıq. Böyük slaytlar çərçivəsində bu qanunların müəyyən edən etik davranış qaydaları və onlara əməl edilməsi bağlı təminatları konkretləşdirən normativ və ya normativ xarakterli aktları işləyib hazırlamalı və ya təsdiq etməlidir. Yəni yoldaşlar elə bir sənəd qəbul edir ki, burada deyək ki, misal üçün etik bu sənədlərlə dövlət qulluqçularını tanış edir. Deyir ki, misal üçün sən vətəndaşlara hörmətlə yanaşmalısan, rüşvətdən çəkinməlisən, dövlət sirrini yaymamalısan, tutaq ki, sən işçilər arasında əmək münasibətlərində tutaq ki, etik normalara əməl etməlisən, kobud davranmamalısan, bir-birlərinizə maneə törətməməlisən və s. Bax, yəni işləyib hazırlayıb təsdiq edir. Sonra pozulsa əgər dövlət qulluqçusu həmin adamı intizam məsuliyyətinə cəlb edir. Sonra vətəndaşlara və təşkilatlara məlumatlandırır ki, dövlət qulluqçuları sizə necə davranmalıdır. Tələb edin ki, dövlət qulluqçusu sizə kobud davransa, qanunu ona xatırladın tutaq ki, tədbirlər görməlidir. Pozulması halları ilə bağlı keçirilmiş tədbirlər barədə vətəndaşları, təşkilatları və dövlət orqanlarını məlumatlandırmalıdır. Və nəticələrin aradan qaldırmaq üçün ictimai etimadın bərpa üçün tədbirlər görülməlidir. Və qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələrə həyata keçirməlidirlər. Burada bir dənə xırda məqamı nəzərinizə çatdırmaq istəyirəm. Deməli, yoldaşlar, biri var intizam icraatına başlanılması, biri var intizam məsuliyyətinə cəlb olunmasına əsas. Etik davranış qaydasının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilmək üçün əsasdır. Bax, bu cümləni mütləq fərqləndirməyə bacarmalısınız. Amma müəyyən hallarda artıq intizam icraatı başlanılır demir, başlanıla bilər deyil. Qanuni müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi. Mediada bu qanun müddəalarının pozulması və maraqlar toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi və təbii ki də qanuni müddəaları etik davranış müvəkkil tərəfindən müəyyən olunması. Bu üç halda intizam icraatına başlanıla bilər. Amma etik davranış qaydalarının pozulması intizama cəlb etmək üçün əsas olan budur. Amma bu hallarda intizam icraatına başlanılır. Və yoldaşlar, belə bir ki, əgər cinayət tərkibinin əlamətləri təşkil olunarsa hüquq pozuntusunda, tutaq ki, adam rəhbər baxır, görür ki, korrupsiya yol verirsə, birbaşa cinayət təqib orqanına məlumat verilməlidir. Qanun da, təbii ki, bildiyimiz qədərindən dərc edildiyi gündən qüvvəyə minəcək. Vəssalam.